Bir qadınam, bir anayam, bir evin gəlniyəm. Mən bir sənətkaram. İlk sevgim daşlara dəydi. Hamı elə bildi Aygün həyatın burulğanında məhv olacaq. Amma mən məhv olmadım. İradəm məni xilas elədi. Düşünürəm ki, Səməd Vurğunun məni musiqiçi olaraq yaratmağa həvəsi idi. Tar idi, kaman idi, saz idi, piyanoydu onun qəlbi. Yeri gəlmişkən bu alətlərdə də çox gözəl ifa edirdi ya. Məni bəstəkar yaratmaqla ruhumdakı bütün musiqini mənə köçürdü. Səməd Vurğun məni yazanda ağlayan qadın yaratmadı, yox. O məni sınanmış, amma sınmamış bir obraz kimi qurdu. Mənim sədaqətim zəiflik kimi yox, dərinlik kimi göstərildi. O məni öyrənən, dəyişən, amma özünü itirməyən bir obraz kimi qurdu. Bu hikaye acı bitmedi, yok. Ama asan da olmadı. Min insandan seçilmeyen sade adı da hoş görünür, şirin gelir Aygün'e hele. Bəzən ayna qabağında dayanıp gelin, öz hüsnüne döne baxır vüqarla. O duyduqca mənasını ilk məhəbbətin, xəyalında məclis qurur, saf arzularla. Ara bir də piyanonun ağ dillərini danışdırır, min zövq alır onun səsindən. Göyərçin tək uçan görüb öz əllərini, vəcdə gəlir ürəyinin titrəməsindən. Ne kadar məyus, ah, ne kadar ölgün, ne kadar cansızam ben yine bugün. Değişmiş gördüğüm köhne şiirler, eser hayalıma nesim keder. Hele gövde halda, gövdeden de, bütün varlığımla yaz elemdeyim. Vücudum torpaqda, sürülür daşda, xəyalımsa tutulur hamıdan başda. Rəqs edər o mavi, ağ buludlarda ener, nəfəs alar yaşıl otlarda, gəzər. Gəzər öyle durmadan bir an, arar, arar yavrum, bir geniş meydan. Öyle bir meydan ki, Gürsün azade, çektiğim zilletler düşmesin yâde. O zaman gülerem, gülerem, heyhat. Bilmem, gelecek mi böyle bir hayat? Ümumiyyətlə, Səməd Vurğunun əsərlərində qadınlar heç vaxt sadəcə gözəllik simvolu olub kənarda qalmayıb, yox. Şirinliği öz xalqı üçün yaşayan, öz ülkəsi uğrunda mübarizə aparan, Xuramanı şairin, sənətkarın arxasında duran fədakar həyat yoldaşı. Humayı yeni güneşin doğuşunda qalan son ulduz kimi yazır. Şiirlərindəki qadınların adları olmasa da, onlar bütün cəmiyyətimizin unudulduğu qadınların simvoludur. Bu şiirlərdə Vurğun qadını romantikləşdirmir, yox. O onun olduğu kimi, işgüzar, zəhmətə qatlaşan, görməzlikdən gəlinmiş, amma yenə də insan kimi göstərir. Bazen o insanı düşündükçe titredir canım dağlar rüzgar. Köklü ağaç gibi kopub yerinden. Uçuram bir dərə boş yolasın.
o güzel firqətin neydi derdi? Beşik yırğalayıb, paltar yamamaq. Onun belindəydi evin hər işi. Anamın səslərdi günəşdən qabaq. Beşik yırğalayıb, paltar yamamaq. Atam yuxulardı tər tökə-tökə, günəş qurşağına qalxana kimi. Onun qarşısında diz çökə-çökə, anam çalışırdı bir ana kimi, günəş qurşağına qalxana kimi. Sonra da dərindən nəfəs alaraq, şikayət eylərdi öz talihini. Qızlıq günlərini yada salaraq, həyata, hər şeyə küsərdi bəzən, şikayət edirdi öz talihindən. Atam acıqlanıb döyəndə oldu, durub boylanardı qara qul kimi, qaranlıq üstünə qara ul kimi, durub boylanardı qara qul kimi. Anamın gözləri vaxtından qara. Bəzən buludlara baxıb dalardı. Dərdini söyləyib qarlı dağlara, qəlbini saz kimi tutub çalardı. Bəzən buludlara baxıb dalardı. Okuyun. Okuyun şeirinin size bağışladığı hayat sahnesini. Okuyun onun hayalı hükmeleyen odlu sesini. Ben söylediğim, söylemek istediğim bu sahne, köhne, pek köhne yurdundan bir numunedir. O nedir? Ağarmış saçında karlı kışların, boranlı günlerin kölgesi yaşar. Ölgün gözleri göylerle kucaklaşar. Çünkü yerdeki cinayetten, her kanundan, her adetten yemiş döne döne ve dizginmiştir. Kirli gözlerden uzak, pek uzak bir künce silmiştir. Ey kadın, ey ana, bugün sana soyul bakan gözler taşa mı döndü? Yoksa gözlerine çirkin mi göründü? Dediler sen böyle değildin ezel, şeylerden temiz, güllerden güzel, belki de arkanca titreyip koşan illerin yorgunu bir gönül varmış. Fakat indi, yerin bükülmüş, saçın ağarmış, ne derdini bilen var, ne de yüzüne gülen. Kadın o sevimli bir sona, mən əsirəm əlbət, əsirəm ona. O bəzən bir mələk, bəzən iblisdir. Çünki başdan başa zövqdür, hisdir. Onda sevinclər var, istirablar var. Bütün mənasıyla ehtimal, vüqar hep ondan, kadından, o güzeldendir. Bu bir yeni değil, bu ezeldendir. Deyilene göre şairin en çok sevdiği kadın obrazları Aygün ve Humayun'dur.
Size bir hatirəmi də deyim. Şairin son nəfəsində əlində tutduğu kitab, Aygün'ün yeni nəşrdən çıxmış kitabı idi. Görünür şair məndən, mənim taleyimdən nigaran idi.